Salam, dərs 52-nin izahına baxaq. Qlobal problemlər və onların həlli yolları. Ekoloji problemlər. Ekoloji problem nədir? Ətraf mühitə insanın təsiri getdikcə çoxalmaqdadır və bu dünyanın bütün ölkələrini əhatə edir. Ona görə də buna qlobal ekoloji problem deyirik. Yəni bütün dünyanı əhatə etdiyi üçün. Qlobal ekoloji problemlər getdikcə daha çox artır. Bunun da əsas səbəbi istehsal və istehlak zamanı yaranan tullantıların yenidən təbiətə atılmasıdır. Qlobal ekoloji problemlərə nələr aiddir? İqlim dəyişməsi, hava şəraitinin, hava təbəqəsinin çirklənməsi, ozon təbəqəsinin deşilməsi, torpaqların çirklənməsi, canlıların azalması, məhv olması, su hövzələrinin çirklənməsi. Ekologiya. Ekologiya nədir? Atmosfer, hidrosfer və litosferin vəziyyətini, eyni zamanda insanların ona yaratdığı problemləri öyrənir. Təbiətdəki canlıların ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı yaranan maddələr və enerji mübadiləsi ekosistem adlanır. Bir çox ekoloji problemlər getdikcə kəskin xarakter alır, bəziləri hətta böhran vəziyyətinə gəlir çıxır. Ekoloji böhran ətraf mühitin böhran vəziyyətinin nəzərə çarpacaq dərəcədə dəyişməsidir. Ətraf mühiti ekoloji vəziyyətinə görə 5 qrupa ayırmaq olar. Təbii vəziyyət, müvazinət vəziyyəti, böhran vəziyyəti, faciəli vəziyyət və kollaps vəziyyəti. Təbii vəziyyət insan fəaliyyətinin olmadığı ya da insan fəaliyyətinin az olduğu ərazilərdir. Bu ərazilər yer kürəsinin ekstremal bölgələrini, ekvatorial cəngəllikləri, yüksək dağlıq əraziləri, tropik və arktik səhraları əhatə edir. Yəni insanlar o əraziləri demək olar ki, heç dəyişməyiblər. Müvazinət vəziyyəti. İnsan fəaliyyətinin təsiri var, amma təbiət özünü bərpa edə bilir. Müvazinət vəziyyəti mülayim qurşağın iynə yarpaqlı, yəni tayqa meşələrindədir, ekvatorial meşələrdədir. Bu ərazilərdə müvazinət vəziyyəti mövcuddur. Böhran vəziyyəti. Burada insan fəaliyyətinin təsiri böyükdür. Bu ərazilərdə təbiətdə dəyişiklik yüksəkdir. Lakin təbii komplekslərin əvvəlki vəziyyəti hiss olunur. Böhran vəziyyətinə çöl, meşə, çöl, savannaları aid edə bilərik. Faciəli vəziyyət. Özünün əvvəlki vəziyyətinə bərpa olunması qeyri-mümkündür. Təbiətin özünü bərpa etməsi üçün illər tələb olunur. Bu vəziyyət əsasən iri şəhərlərin kənarında faydalı qazıntının çıxarıldığı yerlərdə özünü göstərir. Kollaps vəziyyəti bioloji məhsuldarlığını əbədi itirən və təbii mühitin özünü bərpa etməyə gücü çatmayan ərazilərdir. Bu vəziyyətə malik olan ərazilərdə insanların yaşaması da təhlükəlidir. Məsələn, Çernobılı göstərmək olar. Burada atom elektrik stansiyasında baş vermiş partlayışdan sonra təbiətdə təhlükəli hal almışdır. Ətraf mühitdə yaşamaq qeyri-mümkün olmuşdur. Ekoloji problemlər əhatə etdiyi əraziyə görə də lokal, regional və qlobal olmaqla 3 hissəyə bölünür. Qlobal ekoloji problemlər daha geniş ərazini, bütün dünyanı əhatə edir. Bununla mübarizə aparmaq çox çətindir. Hazırda qlobal problemlərə Avropada olan turşulu yağışları, istixana effektini, Antarktidada ozon təbəqəsinin deşilməsini göstərmək olar. Regional problemlər isə bəzi dövlətlərin, regionların əhatəsində olan problemdir. Yəni, orta ölçülü problem deyə bilərik və bir ölkədə baş verən problem eyni zamanda qonşu ölkələrə də mənfi təsir göstərir. Belə problemləri bir və ya bir neçə dövlətin birgə mübarizəsi nəticəsində həll etmək mümkündür. Lokal problem isə daha kiçik əraziləri əhatə edir. Buna ərazidə olan dağ mədən sənayesinin çirklənməsi, sənaye tullantıları, su hövzələrinin çirklənməsi və s. göstərmək olar. Ekoloji problemin həllinin 3 əsas yolu var. Birinci yol, müxtəlif təmizləyici qurğuların istehsalı, alternativ enerji mənbələrinə keçid, zibilin emalı və ləğv edilməsi aiddir. İkinci yol, təbiəti qoruyan, tamamilə yeni texnologiyanın işlənib hazırlanması və tətbiq edilməsidir. Burada da az tullantılı və tullantısız texnologiyaya keçid özünü göstərir. Üçüncü yol, çirkli təsərrüfat sahələrinin daha optimal yerləşdirilməsinə nəzarət etməkdir. Belə sahələrə kimya, neft kimya, metallurgiya, selyoz, kağız istehsalı və s. aiddir. Hazırda dünyanın bütün regionlarında ekoloji problemlər getdikcə daha çoxalmağa başlayır.
Alimlər ekoloji problemin ən ağır olduğu 3 mərkəzi müəyyən etmişlər. Avropanın mərkəzi hissəsi, Asiyanın şərqi, cənub-şərqi, cənub hissəsi və Şimali Amerikanın mərkəz hissəsi. Ekoloji siyasət. Ekoloji siyasət ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi üçün aparılmış bir siyasi, iqtisadi, maarifləndirici təbliğat hesab olunur. Bütün dövlətlər, xüsusilə də iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətlər ekoloji siyasəti həllinə çalışırlar. Ekoloji siyasətin istiqamətləri 4 istiqamətdə aparılır. Bir var siyasi. Bu, ətraf mühitin mühafizəsi uğrunda hökumətlərin, siyasi və ictimai təşkilatların fəaliyyətə keçməsidir. İqtisadi istiqamət. Burada ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsidir. Yəni, hansı müəssisə ki, ətraf mühiti çirkləndir, onların vergiləri daha çox olur. Üçüncü qanunverici. Cəmiyyət, istehsalat və təbiət arasında münasibətlərin tənzimlənməsinə yönəldilmiş qanunlar qəbul olunmasıdır. Dördüncü istiqamət isə maarifləndirici və təbliğatdır. Əhalinin ekoloji problemlərini və mənəvi məsuliyyətinin formalaşdırmasına kömək etməsidir. Nəhayət, sonuncu 5-ci inzibati nəzarət. Təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına və təsərrüfat fəaliyyətinə nəzarət, ekoloji monitorinqlərin həyata keçirilməsi aiddir. Ekoloji monitorinqin təşkil edilməsi bir neçə mərhələdən keçir. Birinci mərhələdə ərazidə torpaq və bitki nümunələri yığılır, hava su mənbələri seçilir, bitkilərin ziyanvericilər tərəfindən zədələnmə dərəcələri müəyyən olunur. İkinci, laboratoriyalarda nümunələr yoxlanılır, təhlilləri aparılır və bu da 3 səviyyədə stasionar, mobil və mini laboratoriyalarda aparılır. Üçüncü hissə isə laboratoriyalardan alınan məlumatlara uyğun olaraq meyarlarla müqayisə aparılır. Yəni, təbii mənbələrin əvvəlki vəziyyətinə nisbətən necə dəyişməsi, necə çirklənməsi, çirklənmənin hansı dərəcəsi olduğu müəyyən olunur. Yer kürəsində təbiətin çirklənməsi həm təbii, həm antropogen təsirlər nəticəsində ola bilər. Təbii təsirlər zəlzələnin baş verməsi nəticəsində, yanğınların baş verməsi nəticəsində, vulkan püskürməsi nəticəsində və s. olduğu halda, antropogen təsirlər isə insanların fəaliyyəti ilə yaranan təsirlərdir. Bunun əsası da AES-lərin istifadəsidir. Eyni zamanda çirkli məhsulların su hövzələrinə axıdılmasıdır. Bu da əsas Avropada Reyn, Dunay, Sena Temza çaylarında, ABŞ-da Mississippi çayında, sonra Volqa, Dnepr, Kür, Amudərya, Sırdərya çaylarında çirklənmə daha çoxdur. Və su hövzələri olaraq neftin çıxarıldığı ərazilərdə Aralıq dənizi, Şimal Baltik, Qara Yapon, Karib dənizləri, Qvineya, İran, Meksika körfəzləri sahilləri daha çox çirklənmiş su hövzələridir. Tullantılar 2 qrupa ayrılır. Məişət tullantıları. Buna gündəlik istifadə zamanı atdığımız zibilləri, tullantıları deyə bilərik. İstehsalat tullantıları. Buna tibb ocaqlarında, sənayedə, kənd təsərrüfatında, müəssisələrdən atılan tullantıları misal göstərərik. Yer kürəsində zibilliklərin çoxalması artıq qlobal problemlərə gətirib çıxarır. Çünki zibillər nəticəsində ətrafa metan qazı yayılır. Zibil tullantılarının səmərəli üsullarla zərərsizləşdirmək olar. Onlardan yarım fabrikatlar hazırlanır, yanacaq materialları və s. istehsalında xammar kimi istifadə olunur. Bu proses tullantıların utilizasiyası adlanır. Tullantıların utilizasiyasının əsas istiqamətləri aşağıdakılardır. Ən sadə üsul bastırılma üsuludur. Burada tullantıları məhv etmək üçün torpaq qazılır və zibil ora tökülür, üzəri isə örtülür. İkinci üsul yandırılma üsuludur. Bu da küləkli günlərin sayı az olan bir vaxtda zibilin yandırılmasıdır. Amma bunun da mənfi tərəfləri var ki, çıxan tüstü ozon təbəqəsinə təsir göstərir və turşulu yağışların yağmasına səbəb olur. Üçüncü, təkrar emaldır. Bu, ən əlverişli emal hesab olunur. İnkişaf etmiş ölkələrin əksəriyyətində bu emaldan istifadə olunur. Bunun da əsası əhali tərəfindən həyata keçirilir. Çünki tullantılar əhali tərəfindən çeşidlənir. Ondan sonra onun təkrar emal prosesi daha rahat həyata keçirilir. Ən son üsul isə kompost üsuludur. Burada
qida qalıqlarının təbii çürüməsi və gübrəyə çevrilməsi prosesi baş verir. Belə ki, qida qalıqları bir quyuya toplanılır və üzəri örtülür. Bu zaman burada temperatur 60 dərəcəyə qədər qalxa bilir və burada bioyanacaq əmələ gəlir. Burada tullantıların tərkibində olan zərərvericilər məhv olur və 6 aydan sonra quyuda azot, fosfor, kaliumla zəngin olan bir maddələr əmələ gəlir, minerallar yaranır və onlar əkin sahələri üçün istifadə olunur. Bir çox inkişaf etmiş ölkələr tullantılarda müxtəlif məqsədlər üçün də istifadə edə bilirlər. Məsələn, Almaniyada ailələr yaşadıkları mənzillərdə mətbəxdən tullantıların emal edilməsi üçün xüsusi avadanlıq qurlaşdırılır və onlar hər bir tullantını zirzəmiyə ötürürlər. Bu zaman zirzəmidə bioqaz prosesi gedir, orada bioqaz yaranır. Bioqaz vasitəsilə də həmin mənzillərin, binaların qızdırılması üçün istifadə olunur. Yaponiyada burada əsas yol köhnə cihazların, avadanlıqların toplanması üsuludur. Burada Yapon qanunlarına görə hər hansısa bir şirkətdir, öz cihazının tullantısına görə cərimə ödəyə bilər. Sonra İsveçdə burada tullantıların yandırılmasından elektrik enerjisi əldə olunur. İsveç hətta qonşu ölkələrdən zibil alır, zibili idxal edir. İdxal olunan zibildən o özü enerji alır. Eyni zamanda Norveç ora İsveçə zibil verirsə, zibilin üstündə də hətta pul ödəyir. Deməli, Norveç öz ölkəsini zibildən təmizləmək üçün pul verir. İsveç isə həm pul götürür, həm zibili götürür və zibildən də enerji alır. Braziliyada da fərqli bir sistem var. Burada məişət tullantılarının toplanmasına görə dünyada birinci yeri tutur. Şəhərdə demək olar ki, bütün plastik, şüşə qablar, metal kağız və s. tullantılar toplanılır və təkrar emal olunur. İçməli su və ərzaq problemləri. Dünyanın bir çox ölkəsi içməli su problemi yaşayır. Xüsusilə də Çin, Hindistan, Pakistan, Suriya, İraq, Səudiyyə Ərəbistan, Yəmən, Oman, Qətər kimi ölkələr buna aiddir. Eyni zamanda su çatışmazlığı transsərhəd hövzələrdə də kəskin şəkildə özünü göstərir. Məsələn, Pakistanla Hindistan, Sudan, Misir, İraqla Suriya, İsraillə Suriya bu ərazilərdə transsərhəd su hövzəsi olduğu üçün orada da bu problemlər daha çox geniş yayılır. Transsərhəd su problemi olan ölkələrdən Küveyt, Türkmənistan, Misir, Mərakeş, eyni zamanda Azərbaycan daxildir. Amma ada dövlətlərində, Yaponiyada, Avustraliyada, Filippində heç bir quru sərhəddə malik deyil. Yəni, heç bir ölkə ilə quru sərhəddi yoxdur. Ona görə də burada transsərhəd bir su problemi mövcud deyil. Dünyada şirin su ehtiyatına görə fərqlənən ölkələr Braziliya, Rusiya, Kanada, ABŞ, İndoneziya, Çin, Peru, Hindistan, Kongo ölkələridir. Dünyanın ərzaq problemi. Dünyanın ərzaq problemində əhalinin ərzaqla təmin olunmasına görə 4 qrupa bölə bilərik. Aclıq problemi olmayan ölkələr təbii ki, inkişaf etmiş ölkələrdir. Yarım ac və ya gizli aclıq keçirən ölkələr. Yəni, kifayət qədər qida aldığı halda orqanizmdə mineral və vitaminlər çatışmır. 3-cü səviyyə aclıq çəkənlər. 4-cü səviyyə isə kritik aclıq vəziyyəti və ya ac ölkələr aiddir.